Hal-hazırda Mayak restoranının zirzəmi mərtəbəsindəyik. Gördüyünüz kimi tikinti davam elətdirilir. Əlimdə olan layihəyə nəzər yetirsək, bu layihə üzərində ventilasiya kondisioner layihəsi yerləşdirilib. Tam ətraflı sizə göstərə bilmirəm, çünki orada işlər davam edir, səs var. Hal-hazırda siz Mayak restoranının render versiyasını görürsünüz. Ventilasiya və kondisioner işləri layihələndirilməsi davam elətdirilir. Təbii ki, burada biz dəniz kənarı olduğu üçün sahil bərkitmə işləri görürük. Birinci və ikinci mərtəbənin tikintiləri hələ də davam etdirilir. Ən son layihəmizdə, ən son reviziyalarda mən sizlərə ətraflı məlumat verməyə çalışacağam. İstər havalandırma, istər kondisioner layihələri ilə bağlı. Hələlik bu qədər əziz dostlar. Təşəkkür edirəm, minnətdaram izlədiyiniz üçün.